Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İbadallah, usikum və nəfsi bi təqvallah. Əziz müminlər, bir daha özümü və sizləri ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah mütəal bizləri təqvalı yaşamaqda müvəffəq eləsin inşallah. Axirət mənzilləri barəsində danışırdıq, qiyamətin barəsində, hesab kitabın barəsində. İnsanın zehninə gələn məsələlərdən də biri budur ki, görəsən, bəs bu qiyamət nə vaxt baş verər? Nə vaxt olacaq bu qiyamət? Biz uzun illərdir qiyamətin barəsində danışılır. Keçən cümədən dedik ki, əziz Peyğəmbərimiz qiyamətin əlamətləri barəsində danışırdı ki, bu hadisələr baş verdiyi zaman bilin ki, qiyamət artıq yaxındır. Qiyamətin baş verməsi yaxınlaşıb. Ki, Peyğəmbər Əkrəm Kəbə evində idi, həcc ziyarətində idi, üzünü əshaba tutaraq dedi ki, əgər istəyirsinizsə, mən qiyamətin baş vermə əlamətlərini siz üçün sayam. İbn Abbas deyir ki, ən yaxın Həzrət Səlman idi. Buyurdu, ya Rasulallah, əlbəttə istəyərik ki, bilək qiyamət nə vaxt baş verəcək. Əziz Peyğəmbərimiz başladı bunları saymağa, sadalayırdı. Gəldi, bir yerə çatdı ki, Həzrət Peyğəmbər Əkrəm buyurdu, ya Səlman, fə'indəhə imarətun nisa və müşavərətul ima. Belə bir zaman gələcək ki, ya Səlman, həmin cəmiyyətlərdə qadınlar kişilərə rəhbərlik eləməyə çalışacaqlar. Qadınlar istəyəcəklər ki, kişilərin üzərində söz sahibi olsunlar. Bu günləri ailələrdə ki, ailələr özü kiçik cəmiyyətdir və sirayət edir bu məsələlər cəmiyyətlərə. Bir xəstəlik toxumu səpiblər, hamına şamil deyil, amma bir çox qadınlar ki, ailələrdə problemlər yaranır, ailələrin dağılmaqlarına səbəb olur. Bu da bundan ibarət ki, xanımlar bəzi hallarda istəyirlər evdə söz sahibi olsunlar. Evdə söz sahibi olmaq istədikləri təqdirdə o kişinin evdəki, belə deyək, o hörməti, o avtoriteti aradan gedir. Bu ki, aradan getdi, nəticədə də evladlar da onu eşitməyəcək. Evladlar da valideyni eşitmədi, atanı eşitmədisə, o zaman o ailə mütləq budur ki, uçurum kənarındadır. Böyük ehtimalla dağılacaq. İndi kişi nə qədər səbr eləyəcək, xanım nə qədər idarə eləyəcək, o bir başqa məsələdir. Ola bilər ki, bir ailədə xanım daha zəkalı olsun, daha çox idarə etmək qabiliyyəti olsun. İslam demir ki, mütləq bu qadın kişinin dediklərini yerinə yetirməlidir. Ola bilər ki, zəkalar fərqli yaradılıb. Bir ailə var ki, orada qadında daha çox zəka inkişaf edib, daha yaxşı idarə etmə qabiliyyəti var, daha yaxşı iqtisadiyyat bilir. Din deyir ki, qadın orada bu işləri icra etsə də, evin quruluşunu özü idarə etsə də, bunu bir yolla eləməlidir ki, ailədəki evladlar, qohum, əqrəba bunu kişidən bilsinlər. Gəlsin, kişiyə desin ki, məsələn, bu işi bu cür etsək məncə yaxşı olardı. Əgər məsləhət bilirsənsə, bunu uşaqlara da, ailədə də bu qanunu özün tətbiq et. Qoy uşaqlar görsün ki, qanun qoyan tərəf atadır. O evdəki qanun qoyan tərəf xanım oldu, Peyğəmbər Əkrəm və Allah mütealın kəlamlarıdır. Çünki Allah Quran-ı Kərimdə də buyurur, biz kişiləri qadınlardan bir pillə üstün yaratdıq. İndi bu bir pillə üstünün öz izahatı var. Bunu bəzi, belə deyək də, qadın hüquqlarından barbar danışanlar mümkündür qəbul eləməsinlər. Amma bizim xaliqimiz Allahdır. Bizim yaşayışımızın qanunlarını tətbiq edən Allahdır. Deyir, mən bu cür qoymuşam da. Bir evdə 2 dənə idarəçi ola bilməz. Bir cəmiyyətdə 2 dənə idarəçi ola bilməz. Bir dövlətdə 2 dənə idarəçi ola bilməz. Mütləq biri olmalıdır idarəçi. Kişinin xüsusiyyətləri buna daha uyğundur. Kişi daha uyğundur ki, idarəçiliyi öz üzərinə götürsün. İndi təbii ki, o kişinin də boynunda məsuliyyət var. Görürsə ki, xanım daha məsləhətli, daha məqsədə uyğun bir təkliflər verib, onu qəbul eləsin.
hegemonluq eləməsin. Amma din deyir ki, bu Peyğəmbər ki, deyir, bu qiyamətin əlamətlərindəndir, demək ki, pis bir şeydir. Belə bir zaman gələndə cəmiyyətlər xarab olacaq. Və müşavirətül ima, belə bir zaman gələr ki, insanlar öz kənizləri ilə məşvərət eləyərlər. İndi o zamanda, məsələn, kəniz var idi, quldarlıq dönəmi idi. Günümüzdə kəniz yoxdur. Amma kəniz yoxdur. Bəzi hallarda biz görürük ki, məsələn, idarə rəhbəridir. Məsələn, bütün idarənin məşvərəti, üzr istəyirəm, öz katibəsi iləndir. Katibə idarənin nizamında qərar verir. Filankəsi işdən çıxartmaq lazımdır, filankəsi töhmət vermək lazımdır. Xoşu gəlməyən adamı görürsən, gəlir müdürə deyir, müdür də onunla, sözü ilə oturur, durur, bir idarə xarab oldu. Bir idarə məhv oldu. Ona görə Peyğəmbər nəhy edir bu məsələləri. Dürüstün ixtiyarımız yoxdur. Olmaz belə bir məsələlər. Hər kəsə öz haqqı ilə yanaşmalısan, öz hüququ ilə yanaşmalısan. Sənə kimsə gəlib nəsə deyəcəksən, onun sözləri ilə bu işləri görə bilmərsən. Və qu'ud səbyan əla mənabir. Peyğəmbər Əkrəm buyurur, belə bir zaman gələr, qiyamətin əlamətlərindəndir, mənbərlərə uşaqlar çıxar. Uşaq, məsələ onun yaşının azlığından getmir. Məsələ onun az təcrübəli olmağından, az bəsirətli olmağından gedir. Bu gün sanki bir həvəs yaranıb, dini camiyyədə, yəqin ki, hamınız şahid olursunuz, görürsən, məsələn, bir yeni yetmədir, elə ağlı da kifayət qədər formalaşmıyor, təcrübəsi də yoxdur din məsələlərində. Görürsən, gəlir özü üçün bir mənbər açır, bir dini görürsən, muizələr eləyir. İndi həvəsi tanınmaqdırmı, hər hansı bir məqsədi varsa, amma bu heç kənardan yaxşı görsənən bir hal deyil. 30 il, 40 il bu dində xidmət edən kişilər var ki, elm əhlidirlər, alimdirlər, bugün cəmiyyət onları tanımır. Cəmiyyətdə elə örtbasdır, gizli qalıblar və xoşda hallarına. Bu həvəslər ki, tanınmaq həvəsi, məşhur olmaq həvəsi ilə hərə bir məsələn özü üçün bir minbər açıb, Peyğəmbər Əkrəm də buyurur ki, axirət zamanın əlamətlərindəndir ki, uşaqlar mənbərə çıxar. Axı, sən hələ, məsələn, 3 dənə, 5 dənə öz dilində bir kitablar oxudun, axı, sənin əsas dinivin əqidə əsaslarından, üslubundan xəbərin yoxdur. Hansı məsələləri demək olar, hansı məsələləri demək olmaz məsələlərini bilmirsən. Ola bilər bugün bir dənə hədis çıxır qarşıva və ola bilər ki, o hədisin sənədi də möhkəmdir. Ola bilər. Amma bu bir bəsirət istəyir ki, sən biləsən ki, o hədisi, o məsələni, o tarixi hadisəni bugün cəmiyyətdə təhvil vermək olarmı, olmazmı? Hətta imamların özündən hədis var da, buyurur ki, əgər istəyirsinizsə cəmiyyətdə bizi yalancı hesab etməsinlər, cəmiyyətin həzm eləyə bilməyəcək, dərk eləyə bilməyəcək hədislərimizi onlara təhvil verməyin. Əziz Peyğəmbərimiz, bəzi sözlər var idi, Həzrət Səlmana danışırdı, amma o biri səhabələrə danışmırdı. Bilirdi ki, Səlmanın tutumu kifayət edir bu məsələni qəbul eləmək üçün. Başqalarına desən, havalanar. Deyər, onda Peyğəmbər də elə yalan danışır. Uydurma danışır. Bugün tarixdə bəzi hadisələr var, ola bilər sən araşdırırsan, görürsən ki, bu tarixdə bəlkə də bu hadisə baş verməyib. Amma sənin nə qədər sərraflığın olmalıdır ki, sən biləsən ki, bunu bugün demək olar, olmaz. Sən bu işi görməklə əqidə və xeyir verirsən, ziyan verirsən. Sən bu günləri bəzi mərsiyə növləri ilə əqidə və ziyan verirsən, xeyir verirsən. Və öz-özlüyündə düşünə bilərsən, bu mərsiyədir də. Bu günləri nə qədər var bizim əqidəmizi özünü mənsub bilənlər? Yarı çılpaq sinə vururlar, baş yarırlar, qan tökürlər, cürbəcür əqidəni gözdən salacaq, əqidəyə məsxərə olunmaz səbəbi olacaq əməllər törədirlər.
Sən axtarma bunun ayəsini, hədisini, halallığını, haramlığını. Bəs nə deyəndə tezdir ki, məsələn, haramlığına dəlilim var. Mən hər dəfə dediyim sözdür. Hər məsələyə halal-haram dəlili axtarma ginən. Bax, gör, onun faydası var, ziyanı var. Bu ağıl məsələsidir. Elə bir yer ola bilər ki, sənin orada namaz qılmağın zərər ola bilər. Qılma orada namaz. Orada da ayə axtarmayacaqsan ki. Elə bir yerdə sən haqdan danışa bilərsən ki, orada o haqqı danışmağa ehtiyac yox idi. Qəmbər Həzrət Əmr əleyhissalamın bir yerdə kəramətlərindən danışdı, fəzilətlərindən danışdı, Qəmbəri döydülər. Həzrət Əli əleyhissalam çox narahat oldu və Qəmbərin özünə irad bildirdi, Qəmbər olmaz. Bəzi yerlər var ki, əhli döyül. Bəzi yerlər var ki, sən gələsən, məsələn, hər hansı bir şadlıq məclislərində bəzi şairlərimiz görürsən, məsumların adını orada zikr edirlər. Biraz insan bu məsələlərdə özü götür-qoy eləməlidir. Ki, burada olar, yaxşı olmaz. Məsumun zikrini necə eləmək olar? Mərsiyyə olmuş olsa belə. Məsumun adını o növ, o cür, o tonda zikr eləmək olarmı? Məsumların adlarının bir ağırlığı var. İsməti var. Bu şeylər insanın bəsirəti ilə götür-qoy olunmalıdır. Ona görə Həzrət Peyğəmbər Əkrəm buyurur, elə bir zaman gələr, minbərlərə uşaqlar çıxar. İndi yaşı az da olsa, çox da olsa fərq eləmir. Amma az təcrübəli olsa, bəsirətsiz olsa, o dinə xidmət eləmək istədiyi halda dinə zərər vurar. Allah'ın verək izzətinə, cəlalına, əzəmətinə Allah mütəal oxuyub, danışıb, eşitdiklərimizi yadda saxlayıb, əməl etməkdə bizləri müvəffəq eləsin inşallah.